Əslində yanaşma ortalıqdadır, yəni nəticə etibarilə bu Rusiyanın Amerika Birləşmiş Ştatlarının səyləri ilə razılaşdığını qəbul edilməsi anlamına gəlir. Eyni zamanda Avropa İttifaqının bu prosesdə oynadığı Rusiyanın baxış bucağından destruktiv mövqeyin ortaya çıxmasına zəmin yaradır. Əslində ironiya xarakterli mesajlar da, yəni sobada yandırmaq mesajı da nəticə etibarilə sobada yandırılması anlamına gəlir. Təbii ki, qışın çətin olacağı, eyni zamanda deməli Rusiya Kaliningradla bağlı götürülən nəticə etibarilə beynəlxalq öhdəliklərə hər hansı bir zid addımlar atacağı təqdirildə o zaman da Rusiyanın bu istiqamətdə də hərəkətə keçə biləcəyi ehtimalı ortaya qoyulur. Yəni nəticə etibarilə çox yönlü biz yanaşmaların şahidi oluruq, amma ümumi mənzərə ondan ibarətdir ki, deməli Amerika Birləşmiş Ştatlarının bu prosesdəki rolu, atdığı addımlar nəticə etibarilə rəsmi Moskvanı qane eləyir. Elçin bəy, bir də biz Zelenski ofisinin rəhbərindən bir açıqlama gördük. Andrey Yermak xüsusilə də vurğuladı ki, bugün ərazi güzəştlərinə getmək fikrində deyilik. Ərazi güzəştlərinin olacağı ilə bağlı 28 müddədən ibarət sülh planında biz bəndləri görmüşdük. Hətta çox danışıldı bu dünyada. Daha sonra düzdür, bəndlər dəyişdirildi, amma bütün hallarda ərazi güzəştlərinə getmədən, yəni çox az bir ərazi güzəştinə belə getmədən bu müharibəni dayandırmaq imkanı varmı bugün? Qətiyyən yoxdur. Effektiv bir alternativlərin ortaya qoyulduğunu şahidi olmamış. Əvvəla qeyd edeyim ki, Birləşmiş Ştatların təklif etdiyi deməli planda nəticə etibarilə ərazi güzəştlərindən söhbət getmir. Bu qənaətimə görə plan ətrafında aparılan informasiya manipulyasiyasıdır. Yəni orada konkret olaraq ərazilərin Rusiyada qalmasında, yəni atəşkəsin bərpa olunmasında və s. danışıqlar prosesindən söhbət gedir. İndiki şəraitdə biz Avropa liderlərində fərqli bir yanaşma tərzi ortaya qoyduğunun şahidi olmamışıq. Yəni əslində Avropanın təqdim etdiyi sülh planında da söhbət ərazilərin danışıqlar yolu ilə azad edilməsindən gedir. Ritorikada müəyyən qədər fərq var nəticə etibarilə. Danışıqların aparılması prosesində Birləşmiş Ştatların təklif etdiyi planda yenə də sülh prosesinin təmin olunmasından söhbət gedirsə, Avropa İttifaqı burada sadəcə həm də ərazilərin azad edilməsi məsələsini gündəmə gətirir. Amma eyni zamanda Amerika Birləşmiş Ştatlarının təklif etdiyi planın içində də Ukraynanın ərazilərinin Rusiya tərəfindən ilhaq edilməsinin beynəlxalq səviyyədə tanınmasından söhbət gelmir. Prinsipi etibarilə bu müddalar təklif olunan məqamların arasında ziddiyyət yoxdur. Yəni deyirəm, bu informasiya manipulyasiyasıdır. Amma ritorikanın fərqli şəkildə qoyulması indiki halda Rusiyanın danışıqlar prosesində iştirak etməsinə zəmin yaradır. Amma Avropa İttifaqının ritorikası nəticə etibarilə belə bir zəmini sıradan çıxarır ki, mənim qənaətimə görə indiki şəraitdə real yanaşma tərzi daha çox Vaşinqtonun mövqeyində nəzərə çarpmaqdadır. Amma Vaşinqtonun da mövqeyi biraz Ukraynanın daha çox əleyhinə görünmürmü? Yəni tamamilə doğrudur, amma bunun alternativi varmı indiki şəraitdə? Yəni alternativ nədən ibarətdir? Təzyiq nəticə vermir artıq. Yəni prinsipi təzyiqi kim göstərməlidir? Amerika Birləşmiş Ştatları. Yəni bu müharibənin başlanması prosesində davam etdirilməsində təkcə Birləşmiş Ştatlar deyil, eyni zamanda onun Avropa İttifaqındakı müttəfiqləri və NATO üzrə digər müttəfiqləri də iştirak ediblər. Biz zaman kəsiyində bu ötən müddət ərzində həm Biden administrasiyasının vaxtı ilə və daha sonra Avropa liderlərinin, o cümlədən Fransa liderinin, Böyük Britaniya və s. digər liderlərin Ukraynaya bağlı səsləndirdiyi ritorikanın arxasında güclü təsir planlarının dayanmadığının şahidi olmuşuq. Qənaətimə görə də Rusiya, Moskva deməli hücuma başlamazdan öncə bütün bunları hesablamışdı. Amma bu təsir mexanizmləri bu günə qədər özünün effektiv nəticəyə gətirib çıxarmayıb. Verilən silahlar Ukraynada deməli sahədə mövqeni dəyişməyib. Rusiya addım-addım irəliləsə də belə Ukrayna tərəfi də Rusiyanın irəlilədiyini bu gün də bəyan etməkdədir və nəticə etibarilə ərazilərin əhəmiyyətli hissəsindən hansılar ki, hədəfləmişdi sahiblənməyə, yəni ilhaq etməyə nail olub. Amma bunun qarşılığında biz adekvat tədbirlərin həyata keçmədiyini şahidi oluruq. Prinsip etibarilə Rusiya neftinə tətbiq olunan sanksiya nəyə gətirib çıxarır? Yəni resursların miqyasını götürəndə tutaq ki, 30-35 dollara indi satılırsa qara bazarda Rusiya nefti nəticə etibarilə satılır və Rusiya gəlirlərini əldə edir. Eyni zamanda Rusiyanın təbii ehtiyatları, mövcud təbii ehtiyatları imkan verir ki, o müharibəni uzun müddət davam etdirilsin. Yəni burada söhbət təkcə
təkcə insan resurslarından getmir. Rusiyanın insan resursları tükənirsə, Ukraynanınki də tükənir və bu miqyas baxımından bir-birindən çox fərqlidir. 3 dəfədən çox fərqlidir və nəticə etibarilə biz Ukraynanın uzun müddət dirəniş göstərə bilməyəcəyini də görürük.